Zamanlar, yəni tenses. İngiliscində 12 zaman var və bunlardan biri isə present simple, yəni indiki sadə zamandır. İndiki sadə zaman nələri göstərir? Daim təkrarlanan, adi halında olan hərəkətlər üçün və yaxud da ki, təbiət hadisələri, ümumi həqiqətlər, faktlar bunlar üçün istifadə olunur və ya müəyyən vaxtda təyin olunmuş hərəkətlər. Məsələn, əgər desəniz ki, mən hər gün saat 7-də oyanıram, yəni I wake up at 7 o'clock. Bu artıq sizin nəyinizdir? Daim təkrarlanan bir vərdişiniz, bir adətinizdir. Deməli, biz bu zaman nədən istifadə edirik? Present simple-dan. Daha sonra təbiət hadisələri olsun və yaxud da ki, ümumi həqiqətlər. Yəni, tutalım ki, deyirik, su 100 dərəcədə qaynayır. Yəni, biz bu zaman nədən istifadə edirik? Deməli, indiki sadə zamanı. Və yaxud da ki, deyirəm ki, müəyyən vaxta təyin olunmuş hərəkətlər. Bu zaman isə, yəni, tutalım deyirəm ki, dərs saat 9-da başlayır. Our lesson, yəni bizim dərsimiz, our lesson starts at 9 o'clock. Bizim dərsimiz saat 9-da başlayır. Bu nədir? Hər zaman eyni olan bir şey və müəyyən vaxta təyin olunub. Ona görə biz burada indiki sadə zamandan istifadə edirik. İndiki sadə zamanda isə deməli, biz feildə bir dəyişiklik etmirik. Yalnız üçüncü şəxsin təki olduqda, indiki zamanda biz feilin kökünə s və ya es artırırıq. Məsələn, burada nə deyirəm? I read, you read, he reads, she reads, he reads. Bu şəkildə davam edir. Feilimizin kökü, əgər ki, məsələn, s, double s, ş, ç, x, o, z bunlarla bitirsə, biz bu zaman is'dən yəni istifadə edirik. Yəni s-dən yox. Amma digər hallarda yəni s olur təbii ki. Məsələn, deyirəm, she watches. Sonluq nədir? Bizdə qeyd olunandandır ki, və biz bu zaman es artırırıq. İnkarda isə deməli don't-dan və doesn't-dan istifadə edirik. Əgər ki, burada deməli don't var, yəni biz üçüncü şəxsin təki olduqda doesn't-dan istifadə edirik və bu zaman feilimizin kökündə olan deməli nə düşür? S düşür və yaxud da ki, es. Yəni, bir növ belə yadda saxlaya bilər ki, orada bir s olmalıdır. Məsələn, təsdiqdə olanda s-imiz var və inkarda olduqda isə bu s nədə olur? Doesn't olur. Və daha sonra isə digərlərində isə don't-dan istifadə edirik. Bu qayda ilə davam edir. Sualda isə do-dan və does-dan istifadə edirik. Üçüncü şəxsin təki olduqda does-dan istifadə olunur və deməli, feilimizin kökündəki s, es düşür. Məsələn, does he read, does she read? Yəni, dediyimiz kimi burada bir s olması kifayətdir. Daha sonra isə deməli bizdə müəyyən bir ifadələr var ki, yəni bağlayıcılar var ki, biz bunlardan sonra gələcək zaman işlətmirik. Yəni əsasən bunlardan sonra gələcək zaman, bitmiş zaman, yəni bu tipi zamanlar işlənmir. Yəni məsələn indiki zamandan danışıqsa misal gətirə bilərik ki, bundan sonra indiki zaman işlənə bilir. Yəni məsələn burada if sasədir, when anda əndədir, before əvvəl, after sonra, until till qədər, as soon as kimi, məsələn deyirəm ki, bu vaxta kimi və yaxud da ki, məsələn çatan kimi bu şəkildə desək daha doğru olar. Alnı isə məsələn masa məsəl demək. Tutalım ki, gəlməsə, getməsə, yəni bu tipli cümlələrdə işlədə bilərik. Məsələn, deyirəm ki, you will call me when you get to work. Sən işə çatanda mənə zəng edəcəksin. Deməli, burada nədir? Biz when-dən sonra gələcək zaman işlətmədik. When-dən əvvəl də işlətdik burada. Və biz bəzi hallarda, yəni if-dən və when-dən sonra deməli, gələcək zaman işlədə bilərik. Və bu yalnız tamamlıq budaq cümləsində olur və tamamlıq budaq cümləsində əsasən ask, want to know, wonder bu tipli yəni feillərdən istifadə edir. Məsələn, deyirəm ki, she asks when you will come. O soruşur, sənin nə vaxt gələcəyini. Deməli, burada nədir? Kim, o, daha sonra deyir ki, nə edir? Soruşur. Sonra deyir ki, nəyi? Bu artıq bizim nəyimiz? Tamamlıq. Yəni, biz deməli, when-dən başlayaq sona qədər olan hissəni tamamlığımız olaraq götürürük. When you will come, sənin nə vaxt gələcəyini. Yəni, deməli, burada nədir? Zaman uzlaşması yoxdur. Amma ki, bizim bu cümləmizdə, yəni you will come-la başlayan, bu nədir? Artıq bizdə uzlaşmadır. You will call me when you get to work. Sən işə çatanda mənə zəng edəcəksən. Artıq gör ki, burada nə var? Zamandır. Amma burada nədir? Tamamlıq budaq cümləsidir. Burada da yəni deməli eyni cümlədir.
Və bizdə deməli like, love, dislike, hate, know, understand, want və sair bu tipli feillərimiz var, çoxdur. Yəni biz bunları stative verbs, yəni hal bildirən feillər adlandırırıq və bunlar adından da göründüyü kimi hal, vəziyyət bildirir. Ona görə biz onları deməli yalnız indiki zamanda istifadə edirik. Yəni davam edicidə istifadə edə bilmirik. Niyə davam edicidə istifadə edə bilmirik? Çünki davam edici zaman bir hərəkətin davam etdiyini göstərir. Amma bu feillərdə hərəkət yox, yəni bir vəziyyətdən yəni danışılır. Məsələn, deyirəm ki, I know the answer. Mən cavabı bilirəm. Mənim yəni bilməyim burada sadəcə bir vəziyyətdir. Yəni görünür ki, heç bir hərəkət bildirmir. Və mən deyə bilərəm ki, hə, mən oxuyuram, mən danışıram. Artıq bunlar nədir? Hərəkət bildirən feillərdir. Daha sonra isə to be, belə deyim ki, indiki zamanda olanda əmizar olur, keçmişdə was were, gələcəkdə isə shall be, will be bu şəkildə istifadə edə bilərik. Və bunun zaman göstəriciləri isə hansılardır? Məsələn, burada yəni hər biri qeyd olunub. Əsas biz bunların məsələn işləmə məqamına baxaq. Yəni burada demək olar ki, rarely, often, usually, seldom, always, never, sometimes, regularly bunlar bizim feilimizdən əvvəl, to be-mizdən sonra gəlir. Bunlar isə bizim cümlə quranda yəni bizə çox faydalı olur. Ona görə buna diqqət etmək lazımdır. I always study English. Gördüyünüz kimi always feilimizdən əvvəl gəlib. Və deyirəm ki, she is always happy. O həmişə xoşbəxtdir. Burada isə to be-mizdən sonra gəlib. Və daha sonra isə today isə həm cümlənin əvvəlində gələ bilər, həm də sonunda. Amma ki, ortada demək olar ki, işləmir. Deyirəm ki, today I have an exam. Bugün imtahanım var və yaxud da deyirəm ki, I have an exam today. Yəni sonunda da işlə bilər. Daha sonra isə uzun ifadələr, yəni everydən başlayan once, twice, three, nə bilim günlər, yəni saatlar, bunlar isə cümləmizin sonunda gəlir. Məsələn, deyirəm ki, I wake up at 7 o'clock. Mən saat 7-də oyanıram. Daha sonra isə deməli past simple-a baxaq. Və past simple isə keçmiş sadə zamandır. Yəni bu hansı situasiyalarda yəni istifadə olunur? Məsələn, deyirəm ki, keçmişdə ardıcıl baş verən hərəkətdə. Bu məqam çox vacibdir. Çünki topda da bununla bağlı kifayət qədər suallar var ki, ardıcıl yəni hərəkətlər qoy. Yəni biz bu zamanlardan istifadə etməliyik keçmiş sadə zamandan. He sat down, opened the book and did homework. O oturdu, kitabı açdı və ev tapşırığını etdi. Və keçmiş sadə zaman həmçinin keçmişdə vərdiş olan hərəkətlər üçün də istifadə olunur. Məsələn, gördüyünüz kimi always var. Always də həmçinin yəni indiki zamanda, keçmişdə də yəni istifadə oluna bilər. Yəni buna görə çaşmamaq lazımdır. Yəni deyirəm ki, necə mən nənə babamı ziyarət edirdim. Yəni həmişə edirdim. Yəni və bu şəkildə nə olur? Yəni deməli biz keçmiş sadə zamanda istifadə edə bilirik. Daha sonra isə keçmiş zamanda olan feilləri biz iki cür düzəldirik. Məsələn, qaydalı feillər və qaydasız feillər. Qaydalı feillər isə deməli nə olur? İdi şəkilçisi, yəni vasitəsilə düzəlir. Qaydasız feillər isə yəni şəkilçi qəbul etmək kökündən dəyişir. Məsələn, indiki zamanda deyirəm ki, I see you, mən səni görürəm və deyirəm ki, I saw you, mən səni gördüm. Deməli, biz sualda olanda diddən istifadə edirik, inkarda olanda isə didn't-dan istifadə edirik. Məsələn, deyirəm ki, I played, you played, he played bu şəkildə. İnkarda isə deməli didn't-dan sonra feilin kökündə nə varsa düşür. Ümumiyyətcə fərqi yoxdur. Do, does və yaxud da ki, onların inkarları don't, doesn't, sonra did, didn't. Yəni bu köməkçi feillərdən sonra feil əsas feilimiz, yəni ilkin formaya düşür. Yəni bunu yadda saxlamaq lazımdır. Sualda isə diddən istifadə edirik və feilimizin kökündə olan yəni şəkilçimiz düşür. Və qeyd etdiyimiz kimi to be keçmişdə was, were olur. Daha sonra isə bizdə used to ifadəsi var. Həmçinin bundan da yəni artıq topluda istifadə olunur. Used to bizim keçmişdə edib, amma artıq etmədiyimiz hərəkətlər üçün istifadə olunur. Deyirəm ki, I used to study harder. Mən daha çox oxuyardım, daha çox çalışardım. Daha sonra isə imkanı didn't-dan istifadə edirik. Feilimizin kökündəki id düşür. Sualda isə deməli nə olur? Diddən istifadə edirik və cümlənin əvvəlində olur. Yine feilimizin kökündəki id düşür. Keçmişdə, yəni burada göstəriciləri isə hansılardır? Yəni burada qeyd olunanların hər biri yəni vacibdir. Yəni yesterday-dir, the day before yesterday-dir, last olan ifadələr ago ilə. Məsələn, deyim ki, 5 il əvvəl, 5 years ago. Once-da, indi məsələn 20th century-də və burada təbii ki də müxtəlif yəni rəqəmlər ola bilər. Yəni daha sonra in old times, yəni qədim zamanlarda, daha sonra deyirəm ki, məsələn in 1991, yəni keçmişə aid olan illəri istifadə edirik.
once upon a time, bir zamanlar, daha sonra in my childhood, in my youth, at 6 o'clock. Ümumiyyətlə, yəni bu saat məsələsidir. Yəni müəyyən sözönlü ifadələri biz müxtəlif zamanlarda istifadə edə bilirik. Future simple, gələcək sadə zaman. Gələcək sadə zaman isə gələcəkdə baş verəcək və ya icra olunacaq hərəkətlər üçün istifadə olunur. Və biz birinci şəxsin təkində və cəmində shall-dan istifadə edirik. Qalanlarda isə will olur. Amma artıq demək olar ki, yəni, müasir ingilis dilində biz danışıq zamanı will-dən istifadə edirik. Lakin qrammatikada isə hələ də demək olar ki, shall qalmaqdadır. Ona görə biz onu götürməliyik. Yəni çünki biz burada yəni yazıya əsaslanırıq. İnkarında isə shall not və will not olur. Burada bunların qısaltmalarına diqqət etmək lazımdır. Çünki bəzən bu bizi yenə çaşdıra bilir. Çünki məsələn want to bəzən uşaqlar were not-ın, yəni keçmiş zamanın, yəni inkarına bənzədə bilər. Ona görə ona diqqət edin. Daha sonra isə təsdiqdə, yəni gördüyünüz kimi shall, will olur. İnkarda isə onlara not artırırıq. Sualda isə deməli əvvələ keçir. Və deməli şərt və zaman budaq cümlələrində deməli biz baş cümləmizdə, yəni if-dən və when-dən sonra nə istifadə edirik? Yəni əsasən sadə zaman olur. Amma ikinci cümləmizdə isə yəni budaq cümləmizdə deməli nə olur? Daha doğrusu yəni burada biraz qarışıq dedim. Deməli bizim budaq cümləmizdə sadə zaman yəni işlənir. İlkin cümləmizdə yəni if-dən sonra və ondan sonra biz sadə zaman istifadə edirik. Amma baş cümləmizdə isə gələcək zamandan istifadə edirik. Məsələn deyirəm ki, əgər mən alış-verişə getsəm, ət alacağam. Deməli burada nədir? Birinci cümləmiz bizdə görür ki, yəni şərt qoyuruq. Bu budaq cümlədir. Əgər alış-verişə getsəm. Amma ikinci cümləmiz, əsas cümləmiz, yəni baş cümləmiz. Deyirəm ki, I shall buy meat. Mən ət alacağam bu şəkildə. Zaman göstəriciləri isə deməli burada tomorrow'dur, sabahdır, daha sonra the day after tomorrow, yəni birisi günü, sonra next olan ifadələr, soon'dur, in future'dur, in a week'dir. Məsələn deyirəm ki, he will finish this book in 2 days. O bu kitabı 2 gündə bitirəcək. Yəni bu tipli ifadələri istifadə edə bilərik. Sonra gələcəklə bağlı olan illərdə də həmçinin gələcək zaman işlənir. Sonra at 7 o'clock'dur. Sonra deməli tonight'dır bu gecə. Və bizdə həmçinin to be going to var. To be going to isə deməli gələcəklə bağlı planlaşdırılmış hərəkətlər üçün yəni istifadə olunur və biz bunu şəxsə və zamana görə dəyişə bilərik. Çünki cümləmizdə nə var? To be. Məsələn, burada I am going to, you are going to, he is going to, she is going to bu şəkildə davam edir. İnkarda olduqda biz bunu deməli not artırırıq və sualda isə to be-miz cümlənin yəni əvvəlinə keçir. Məsələn, deyirəm ki, I am going to read this book. Mən bu kitabı oxuyacağam. Yəni, mən bunu planlamışam. Və deməli, qeyd etdiyim kimi in, on, at ilə olan zaman sözlər var ki, yəni məsələn, biz bunları müxtəlif zamanlarda, yəni sadə, indiki, gələcək və yəni keçmişdə, yəni bunları istifadə edə bilər. Yəni sadə indiki, sadə gələcək, sadə keçmiş bunlar da. Məsələn, deyim ki, they played at 7 o'clock. Onlar saat 7-də oynadı. They play at 7 o'clock. Onlar saat 7-də oynayır. Bu artıq onlar vərdişdəki, yəni davamlı olaraq saat 7-də oynayırlar. Və deyirəm ki, they will at 7 o'clock. Onlar saat 7-də oynayacaq. Yəni hələ saat 7-də olmayıb. Daha sonra isə present continuous, indiki davam edici zaman. İndiki davam edici zaman hal-hazırda davam edən hərəkətlər üçün yəni istifadə olunur. Məsələn deyirəm ki, I am reading. Mən oxuyuram. Amma burada hal-hazırda oxuduğumu vurğulayıram. Bir də ki, gələcəyə aid planlaşdırılmış hərəkətlər üçün istifadə olunur. Ümumiyyətlə, gələcəkdən bağlı əgər ki, hadisələrdən danışırsa, bu zaman biz will-dən, yəni to be going to-dan və indiki davam edici zamandan istifadə edə bilərik. Məsələn, deyirəm ki, I am going tomorrow. Mən sabah gedirəm. Bir də ki, əmr cümlələrində biz deməli nədən istifadə edirik? Ondan sonra davam edici zaman olur. Əmr cümləsi də nədir? Bizim yəni burada mübtədamız olmur. Deməli, yalnız feilimiz olur və feilimizdən sonra ona aid deyim ki, tamamlıq və s. ola bilər. Amma qısa yəni maksimum bu şəkildə olur. Məsələn deyirəm ki, look, listen, be silent. Yəni bu şəkildə yəni biz deməli deyirik. Və məsələn burada əmr deyirik. Yəni məsələn əmr verəndə biz nəyə nəzərdə tuturuq? Yəni hal-hazırda olan bir hərəkət olur. Yəni biz və yaxud da ki bir şəxs olur, biz ona əmr edirik. Yəni məsələn biz bu əmrimizi məsələn keçmişlə bağlı edə bilmirik ki, yəni hal-hazırda indini nəzərdə tuturuq. Məsələn deyirəm ki, be silent, the baby is sleeping. Sakit ol, uşaq yatır.
Yəni uşaq hal-hazırda yatdığı üçün məsələn indi əmr verə bilirəm, indi nəsə yol göstərə bilirəm. Deməli quruluşu isə necə olur? Yəni to be-nin indiki zaman formaları olan am, is, are, üstə gəlsin feil, üstə gəlsin ing bu şəkildə. Məsələn, I am playing, you are playing, he is playing. Bu qayda ilə davam edir. İnkarda isə not əlavə edirik. Sualda isə to be-miz cümlənin əvvəlinə keçir. Və bizdə deməli müəyyən feillər var ki, biz onları həm indiki zamanda, həm indiki davam edicidə istifadə edə bilirik. Birinci deməli başlayaq. Məsələn, think-dan. Think əgər ki, zənn etmək, inanmaq mənasınca sadə zamanda olur. Çünki burada artıq stative verbdir, yəni hal bildirir. Məsələn, deyirəm ki, I think you are a good person. Mən düşünürəm sən yaxşı insansan. Mən yəni zənn edirəm. Və burada nə olur? Zənn etmək nədir? Heç bir hərəkət bildirmir. Amma belə deyirəm ki, think əgər düşünmək nəyisə fikrindədirsə, bu zaman indiki davam edici olur. I am thinking about my problems. Burada artıq nə olur? Mən düşünürəm. Yəni mən bunu hal-hazırda etdiyim bir şeydir. Amma 5 dəqiqə sonra yenə etməyəcəm. Deməli bu nədir? Hal-hazırda olan bir şeydir və davam edən bir hərəkətdir. Yəni deyim ki, I am thinking about my problems. Mən problemlərim haqqında düşünürəm. Bir də have. Have əgər ki, malik olmaq, sahib olmaqdırsa, indiki zamanda işlənir. Deyirəm ki, I have a cat. Mənim bir pişiyim var. Bu nədir? Bir hal göstərir, bir deməli vəziyyəti. Bir də bəzi məsələn have olan ifadələr, birləşmələr var ki, biz bunları indiki davam edicidə işlədə bilirik. Məsələn, have a good time ifadəsi olsun. Deyirəm ki, I am having a good time. Yəni mən yaxşı vaxt keçirirəm. Daha sonra isə deyirəm ki, məsələn see sözü görmək mənasındadırsa, indiki zamanda olur. Mən deyirəm ki, I see a cat. Mən bir pişik görürəm. Belə deyirəm ki, nə? Sizə əgər görüşmək mənasındadırsa, bu zaman davam edici zamanda olur. Məsələn, I am seeing my friends. Mən dostlarımla görüşürəm. Bu şəkildə. Zaman göstəriciləri isə now, nowadays, just now, right now, at present, at the moment. Yəni demək olar ki, now olan sözlər və at present, yəni əsas da at the moment sözləri testlərdə də çox istifadə olunur. Deməli, biz baxaq indiki davam edici və indiki sadə zaman üçün. İndiki zaman belə deyim ki, bizim vərdiş olan hərəkətlərimizi yəni göstərir ki, yəni biz bunu davamlı təkrarlayaq. Tutalım ki, I go to school every day. Mən hər gün məktəbə gedirəm. Bu nə olur? Mənim hər gün etdiyim davamlı bir vərdişimdir. Davam edici zaman isə yəni belə deyim ki, davam edən hərəkətlər üçün yəni istifadə olunur. I am going to the supermarket now. Mən indi marketə gedirəm. Bu nədir? Mənim hal-hazırda etdiyim bir şeydir. Bu mənim vərdişim deyil. Yəni sadəcə ki, indi marketə gedirəm. Daha sonra isə deməli keçmiş davam edici zaman. Keçmiş davam edici zaman indiki davam edicidə oxşardır. Sadəcə ki, bu keçmişə davam etmiş olan bir yeni hərəkətdir və biz burada əsasən dəqiq vaxtlarda istifadə edirik. Məsələn, dünən saat 3-də, dünən saat 5-də, dünən bu vaxtda və s. Deyirəm ki, I was sleeping at 3 o'clock yesterday. Dünən mən saat 3-də yatırdım. Bu nədir? Həmin müddət davam etmiş bir hərəkətdir. Yəni burada vərdişdən söhbət getmir. Və burada isə was versə gəlsin feil ing olur. Məsələn, I was sleeping, mən yatırdım. Yəni dünən məsələn və yaxud da ki, başqa bir vaxt bu hərəkət davam edib. I was not sleeping, inkarda not olur. Sonunda isə to be əvvələ keçir. Was I sleeping? Bu şəkildə. Və burada while gördükdə demək olar ki, 99% halda biz keçmiş davam edici zamandan istifadə edirik. Məsələn, deyirəm ki, keçmiş davam edici və keçmiş davam edici bu şəkildə olur. I was reading while he was watching TV. O televizor izlərkən mən oxuyurdum. Və yaxud da ki, while əvvəldə də işlənə bilər. Məsələn, while I was reading, he was watching TV. Mən kitab oxuyarkən, yəni mən oxuyarkən o televizor izləyirdi. Daha sonra isə when-də isə biz keçmiş davam edici və keçmiş sadə zaman işlədə bilərik. Məsələn, I was sleeping when she came. O gələndə mən yatırdım. Daha sonra deyirəm ki, məsələn, when yenə keçmiş sadə, keçmiş davam edici ola bilər. O gələndə mən yatırdım. Yəni bu şəkildə işlənir. Zaman göstəriciləri isə, yəni məsələn, burada dəqiq vaxtlar ola bilər. At 2 o'clock yesterday və yaxud da ki, at 3 o'clock yesterday. Bu şəkildə deməli nə edirik? Deyirik. Məsələn, saat 2-də, saat 3-də bu şəkildə və yaxud da ki, deyirəm, dünən bu vaxtda. Sonra deyirəm ki, the whole day, bütün günü və deyirəm ki, all day, all long, daha sonra from to. Məsələn, saat 2-dən, məsələn, 3-ə qədər və yaxud da ki, 3-ə kimi, yenə bu şəkildə, yenə 7-ci də eynisidir. From till bu şəkildə deməli davam edir.